Sveçalar həm də sərfiyyata böyük təsir eləyir. Qardaş, nə qədər içirdi avtomobil? Çox içirdi, bundan artıq çox içirdi. Mən yəni işə getmirdim, amma konkret yəni 200 ilə 20 manat vururdum. 20-25 manat. Təxmini 11, 12, 13 içir də. Bəlkə də 12 içir. 12 içir rahat. 12 içir. İndi bunları dəyişəcək, sərfiyyatda çox qardaş fərq hiss eləyəcək. Yəni gördüyünüz kimi Sveçanın bir dənə vəziyyətinə baxın. Baxın. 41-122 kodlandır. Baxın pis gündədir Sveçaları gördüyünüz kimi. İndi biz bunu baxın sırf orijinal ilə yəni əvəz eləyəcəyik. Baxın orijinal olduğuna da buradan baxa bilərsiniz. Gördüyünüz kimi maqnit heç bir şəkildə tutmur. Burada gördüyünüz kimi. Baxın. Burada kodu var. Baxın hanı bunun kodu. 41-121 kod. Gördüyünüz kimi. Ve burada da T hərfi var üst hissəsində. Yəni orijinal olduğunu buradan bilə bilərsiniz. İndi bunları yenisi ilə əvəz eləyəcəyik. Qablaşması da budur. Yenisi ilə əvəz eləyəcəyik. Problem də aradan kökündən qalxmış olacaq. Sağ olun, salamat qalın. Diqqətiniz üçün təşəkkürlər.